Salam dostlar, bugün sizlərlə göbələk cipsi hazırlayırıq. Öncəliklə göbələklərimizi kəsirəm. Hamısını bərabər olacaq şəkildə kəsirəm. Sonuncuda kəsdikdən sonra bir qaba un, qarğıdalı nişastası duz qoyub qarışdırıram. Sonra isə bir qaba kəsdiyim göbələkləri qoyuram. Sonra isə düzəltdiyim qarışımı göbələklərimin üstünə qoyuram və qarışdırmaya başlayıram. Sonra onları qarışdıqdan sonra onu isti yağda bişirməyə başlayıram. Sonra isə onları çevirirəm. Sonra burada birazcık ara verirəm. Göbələk xərçəngin qarşısını alır, diabet riskini azaldır, ürək damar xəstəliklərinin qarşısını alır, arıqlamağa kömək edir, D vitamini ilə zəngindir. Və videomuzdan sonra yenidən bişirməyə başlayıram. Hamısı əmin olduqdan sonra pişdiyinə əmin olduqdan sonra onları bir qaba qoyuram. Çevirirəm. Sonra isə bir qaba qoyuram hamısını. Gördüyünüz üzrə çox gözəl görünür. Mən onu sarımsaqlı sosu batırıb yeyirəm. Çox dadlıdır. Xırçıltılıdır. İndi sıra gəldi qardaşımı yedirtməkdə. O birinci sosun dadına baxmağa çalışır. Sonra isə göbələyin dadına baxır. Və dadını çox bəyənir. Sağ olun dostlar, sağ olun.